Salam, mən Zeynəb müəllimə. Bu günlər KIZ proqram haqqında suallara mən cavab verəcəm. Zeynəb müəllimə, uşaqlar üçün olan proqramımızda dərslər yalnız danışıq üzərində qurulub, yoxsa oxu və yazı da öyrədilir? Biz dərslərimizdə nəinki danışığa, eyni zamanda 4 əsas bacarığa üstünlük veririk. Uşaqlar nəinki danışırlar, eyni zamanda öz fikirlərini qısa formada, yazılı formada ifadə edə bilirlər. Rus bölməsi üzrə dərsləriniz varmı? Əlbəttə, rus bölməsi üçün qruplarımız da mövcuddur. Sadəcə olaraq tələbənin təhsil dilindən asılı olmayaraq dərslərimiz ingilis dilində aparılır. Bu da tələbənin ingilis dilində düşünərək öyrənməsinə, daha yaxşı inkişafına səbəb olur. Dərslərdə ev tapşırıqları çox olurmu? KIZ proqramında uşaqlara yoracaq dərəcədə tapşırıqlar verilmir. Sadəcə olaraq öyrəndiklərini möhkəmləndirməkdən ötürü qısa videolar, dialoqlar şəklində tapşırıqlar verilir. Dərslərdə hansı vəsaitlərdən istifadə edirsiniz? KIZ proqramında uşaqları darıxdırıcı qaydalar toplusundan çıxarıb dərsləri daha əyləncəli formatda keçməyə çalışırıq. Dərslərdə əsasən Oxford və Cambridge nəşriyyatlarının vizual olaraq rəngarəng və uşaq psixologiyasına uyğun olan kitablarından istifadə etməyə çalışırıq. Amma bildirmək istəyirəm ki, uşaqlar əsasən oynayaraq öyrənirlər. Ona görə dərslərimizdə interaktiv oyunlardan, mahnılardan, əyləncəli dialoqlardan istifadə edərək uşaqları dil öyrənmə bacarıqlarını inkişaf etdirməyə çalışırıq. Yəni qruplarımızda qeydiyyat açıqdır. Görüşərik.